Salam, hər vaxtınız xeyir. İmtahanlar bitti. Keçəcəyik yaxın zamanda MİQ imtahanlarına və siz bilirsiniz ki, artıq 2 ilə yaxındır ki, mən səsləndirirəm ki, sertifikasiya imtahanları, hətta MİQ imtahanlarında saxtakarlıq var. Bəli. Və dəfələrlə səs yazıları ilə, çeklərlə, müəllimlərin şikayətləri ilə, hətta məhkəməyə qədər gedib çıxdığımızı sizə demişdik. Amma bizi dinləyən yoxdur. Əgər cənab nazir sıravi, sadə müəllimləri dinləsəydi, iş belə böyüməzdi. Müəllimlər, siz haqlısınız. Allaha şükür artıq təhsil ekspertlərimiz də bildirirlər ki, suallar öncədən satılır, yerlər satılır. Bəli, tamamilə doğrudur. Bəli, doğrudur. Biz bunu həmişə dedik. Niyə bizi eşitmirdiniz, niyə bizi dinləmirdiniz? Çünki ibtidai sinif müəllimləri idik. Ona görə 3 il bundan öncə bilirsiniz ki, ilk imtahan verən kimlər oldu? İbtidai sinif müəllimləri. Və onlar bizə elə bir məlumatlar ötürürdü ki, elə bir sübutlar verirdi ki, ağzımız açıq qalırdı. Biz də sizlər kimi təəccüblənirdik. Yüksək bal toplayanlar falan filan. Bəli, köçürmələr var, nəzarətçilər var. Nəzarətçilər salfetkalarının arasında doğru cavabları gətirib verirdilər. Nəzarətçilər sizin elə keçirdirdilər ki, tapşırılırdı, gəlib soruşurdular, sən kimin adamısan? Sən hansı məktəbdən gəlmisən? Falan filan parollarla gəlirdilər, şifrələrlə gəlirdilər. Yavaş-yavaş Allahın izni ilə müəllimlər, hər kəs bəlli olacaq ki, yəni həqiqətən də imtahanlar doğru keçirilmir. Kimin adamısan? Hansı millət vəkilin qohumusan? Hardan gəlmisən? Kim gətirib səni? Bax, bu cür suallarla artıq şifrələrlə səni otuzdururlar. Məsəl üçün, mənim bir yaxın tanışım vardı. Dedi ki, Leyla, mən oturduğum yerdə məni qaldırdılar. Dedim, niyə? Dedi, bilmirəm. Mənim oturduğum yerdə oturan 50+ yığdı. Amma mən isə oturduğum yerdə kompüter yandı, söndü. Bəli, kompüterləri yandırıb söndürürlər. Otaqların işıqlarını söndürürlər. Müdaxilə edirlər. Müəllimlər var ki, deyir ki, axı bizdə elə bir problem olmamışdı. Çox gözəl nəzarətçilər vardı. O, bu. Ay müəllimlər, əzizlərim, bu kütləvi qırğın deyil. Kütləvi qırğın deyil. Koronanı yadınıza salın. Hamınız mı xəstələndiniz? Yox. Hamınız mı öldünüz? Yox. Ay sağ ol. Bu yəni kütləvi deyil. Sadəcə seçilirsiniz. Aralarında pul verib yüksək bal toplayanlar var. Həqiqətən də aralarında savadlılar var. Həqiqətən də savadlı olub yüksək bal toplayıb keçənlər, həqiqətən də savadlı olub kompüterlə müdaxilə olunub aşağı bal toplayan, hətta kəsilən müəllimlər var. Sualları eləndiniz ki, suallar çox çətindir. Keçən il isə ibtidai sinif müəllimləri ələ salmağa başladılar. İbtidai sinif müəllimi adi elementar deyir, tənliyi həll edə bilmir. Elə deyildi dostlar, elə deyildi. Şaftalı, şəftəli məsələsi yadınıza salın, elə deyildi. Özləri qəsdən, şəxsən kompüterlarda elə bir müdaxilə edirlər ki, sənin doğru cavabını səhv cavab kimi götürürlər. Sarı və yaşıl işıqlar fərqləndirirlər. Bəli, görürsünüz orada MİQ yazılıbdır. Tamamilə doğrudur. Siz yüksək nəticə toplayırsınız. Axı bilirsiniz ki, MİQ-də də səhv cavablar düz cavabları aparır. Bəli, siz orada nə qədər də sübuta yetirsəz də, desəz də sizə eşidən olmayacaq. Çünki bu bir oyundur. Sizin suallarınız çətin oldu. İbtidai siniflərin sualları asan oldu. Asan oldu, kompüterlərə müdaxilə olundu, işıqları söndürdülər, kifayət qədər pul yığdılar. Amma sizdə isə sualları çətin saldılar, çünki artıq kompüterlərə müdaxilə etmək olmur. Xakerlərin burada rolu olmadı, çünki bu dəfə bəzi problemlər yarandı. İnşallah da yaxın zamanda çoxlarınız da gözünüzü açıb görəcəksiniz ki, həqiqətən də Leyla müəllim və digər müəllimlər doğru danışır. Və yüksək bal toplayanlar, biz sizə heç nə demirik. Həqiqətən də öz biliyi ilə yüksək bal toplayanlar, bizim sizinlə işimiz yoxdur, bizdən incimin sözü yəsi götürər. Yaxın zamanda da görəcək, MİQ gəlir, dostlar, MİQ gəlir, MİQ həyəcanı gəlir. Kəsilən müəllimlər artıq MİQ sənədlərini veriblər və tarixlər də bəllidir. Amma sizə bir şey deyim ki, imtahanlar Azərbaycanda keçirilən imtahanların 99,9% doğru keçirilmir. Bəli, müdaxilələr var, şəffaf deyil. Amma səsimizə səs verən olmadı. Bəli, bizi susturdular, bizi qorxutdular, ölümlə hədələdilər, övladlarımızla, işimizlə. Mən işimlə niyə oldum ki? Çünki düz danışdığım üçün, bəzilərinin gözünü açdığım üçün.
Yaxın zamanda sizlər də, yəni o yüksək bal toplayanlar da vaxtı gələndə necə ki paylaşım olmuşdu ki, miqdə mən yüksək nəticə toplamışdım, amma bu dəfə sertifikasiya imtahanında heç onun 20-30%'ını toplaya bilmədim. Bəli, bu bir oyundur. Siz oyunun içindəsiz. Labirində düşmüsünüz. Siz oyunun içindəsiz, bəli. Xeyirlisi, nə deyək? Biz Allaha sığınmışıq və yenidən də hələ də araşdırmalardayıq. Gözünüzü dörd açın. Qorxmayın. Uzaqbaşı həyatınızı alt üst edəcəklər. Hələlik.